Əziz müştərilərim, o deyirdi, mərkəzdə ev axtarıram. Qardaşım, məktəbə yaxın olsun. Qardaş, 150 kvadrat bu gördüyün evin özü, içi 150 kvadrat. Həyətə 2 maşın daxil olur, yerdən 15 daş götürür bax. 10-15 daş belə, yalan olmasın. Sənəddə kupça. Da bundan artıq ev yoxdur qardaş, yoxdur. Tükəndi üzü. Qiyməti də 150 kvadrat 92 min manat. 150 kvadrat evin içidir və çölü də var. Göstərək. Tam ətraflı. Gəl bu tərəfdən göstərək. Bax, qardaş, burada padvalı var. Rahat adam boyu gəzmək olur. Bax, görsən. Gir içəri bax. Otaqlara bax. Onların indi göstərmirik. Evin sağı, solu, genişliyi, hər şey qaydasında quru ərazi. Xırdalan 3 saylı məktəbin yanında. Bax, 3 saylı məktəbin düz yanındadır. Həyətə rahat maşın daxil. Piyada uşağı burax məktəbə getsin. 3 saylı getsin, 2 saylı getsin, 9 saylı getsin, hamısına gedə bilər. İndi belə eləyirik. Qalxırıq evin yuxarısına. Çəkəndə bir dənə buranı çək, bir də həyət çək göstər. 150 kvadrat ev tapmışam. Ki, sənə bu qiyməti heç kim ev verə bilməz. Heç kim. Oranı da göstərərsin, zəhmət olmasın. Göstər. Hə. İndi isə bir dənə dəhlizə bax. Genişlik, səliqə, səhman. Buradan keçir evin mətbəxinə. Mətbəx mebeli hazır. Quraşdırılır. Pəncərəsini göstər. Özünün müstəqil pəncərəsi var. Yeri isti döşəmədir. Özünə tikilmiş evdir. Şəxsi tikili evdir. Evin bir dənə belə bir geniş yataq otağı. Göstər, pəncərəsindən həyətə baxır. Qəşəng, yumruq şəkildə yığılıb tavanı. Bir pəncərəsi oradadır, biri buradadır. Evin sağı, solu, hər tərəf sənə məxsusdur. Keçə bilirsən. Tamam, tualetinə bax. Geniş. Görsən, səliqəli. Güzgüsüdür, duşudur, muşudur, hamısı quraşdırılır. Ya Allah, keçdik buradan evin uşaq otağına. Bu uşaq otağı da, bax bunun bu bir tərəfi də özünündür. Sağına, soluna özün keçə bilirsən. Bunun da tavanı qəşəng yığılıb, spotlardadır. Bu da evin iki tərəfə pəncərəsi olan zalı. Biri odur, bax, biri də bu. İçdən içə 150 kvadrat ev, satış qiyməti. Ümumi səfəmizə içdən içə deyə də ümumi 150 kvadratdır. Dəqiq yadımda qalmıyor. Qoşa daş 150 kvadrat, satış qiyməti 92 min manat. Sənəti qupça. Gəl, bu yükün aformut elə. Dəhlizini göstərək, yekun açdıraq. Sağ ol.